Sağ herkese xoş gözəl gün arzulayıram. Mən bu gözəl pasiyentim. Neçə bundan öncə əməliyyat eləmişəm. 4 il bundan əvvəl. Və şikayətlərlə gəlmişdiniz. Həm babası, ana fistul var idi və polip. 4 il Kompleks əməliyyat kompleks. Bu kez şəkillə əməliyyat keçirdik. Fistul maşallah təkrarlanmadı 4 ildir. Nə çatı yoxdur, nə babası da yoxdur. Sadəcə gəldim Sizin müayinəyə. sayənizdə. Yəni heç bir şikayətim yoxdur həqiqətən də. Sadəcə özüm müayinə olmaq istədim ki, görüm nəsə problem yaranmayıb ki təzədən. O da çox şükür. Əllərinizə sağlıq, Allah sizi var eləsin. Sağ olun. Bu 4 il necə keçdi? Çox rahat. Yəni demək olar ki, əməliyyatdan sonra cəmi hesablasam 1 həftə falan ağrım oldu. Ondan sonra hətta 10 gündən sonra işə də çıxdım. Yəni heç bir narahatlığım olmadı. Sizin sayənizdə yenə Digər iş yoldaşlarınızla nə fərq gördünüz əməliyyatında? Fərq onda gördüm ki, Eyni vaxtda bir neçə xəstə əməliyyat başqa olmuş. yerdə əməliyyat olanlarda məsələn ən tez sağalma 1-2 ay müddəti çəkirdi. Ağrı, göynəmə, sancı, belə yanma hissi olurdu. Onlarda deyirdilər də. Amma mən deyirdim ki, məndə elə bir şeylər yoxdur. Maşallah. Bu əməliyyatı belə keçirmişdik. Həmişə deyilən, hər şey xəstənin enerjisindən asılıdır. Çox gözəl müsbət enerjisi var. Əməliyyatın texnikasından asılıdır. Bir də şəfanı verən Allah. Bəli. Həmişə Çox sağ sağ olun. olun. Sağ olun.